Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Hər birinizi Aslan Almak nömrə 1-dən salamlayıram. Bugün sizə elə bir gözəl evlə gəlmişəm ki, həqiqətən, yəni bu evə ev demək olmaz da. Mən bu işin içərisindəyəm. Yəni çəkdiyim evlərin içərisində ən gözəl ev bu ola bilər, həqiqətən. Sanki qədimi evlərdəsiz, o köhnə qədimi evlər olur ha. Yəni o auranı verir insana. Evin içərisinə addım atan kimi o evdəki gözəl auranı hiss etdim. Yəni mən dedim ki, bu evi mən mütləq şəkildə, yəni satacağam tez bir zamanda inşallah. Allah alana da satana da xeyir versin. Deməli, yerləşmə yeri Sabunçu Zabrat yoludur. Rahat marketə yaxın bir məsafədə yerləşir. Magistral yola cəmi 100 metr məsafədə. Ramana yoluna da yaxındır. Yəni hər əraziyə yaxındır. Yəni buradan hər bir əraziyə yəni gedə bilərsiniz. Ümumilikdə 6 sot torpaq sahəsindədir. 4 otaqdan ibarətdir. Evin ümumi sahəsi 240 kvadratdır. Sənədi bələdiyyə, qazı, suyu, işığı, bütün sayğaclar hamısı qaydasındadır. Gəlin həyətini sizə daha aydın göstərim. Şəxsi tikili evdir, onu da qeyd edim. Burada həyətində əlavə belə bir yay mətbəxi kimi yer nəzərdə tutulub. Burada isə əlavə bir otaq tikilib. Sadəcə yəni bu vəziyyətdə qalıb. Yəni buranı istəsəz yəni təmir edə bilərsiniz. Yəni istədiyiniz şəraiti burada yarada bilərsiniz. Gəlin evin içərisinə daxil olaq. Burada zirzəmirin yerləşmə yeri. Baxa bilərsiniz. İndi evin içərisinə keçək. Yəni maşallah olsun, çox hündür evdir. Bəzi əşyalar da qalacaq. Onu da qeyd edim, yəni qiymətə daxildir. Burada girişdə sağ tərəfdə belə bir otaq. Yəni buranı qonaq otağı kimi də istifadə edə bilərsiniz. Arxasında da belə bir əlavə, baxın, torpaq sahəsi də var. Yəni burada da istədiyiniz hər bir şəraiti yarada bilərsiniz. Burada da hər iki tərəfdən, baxın, zirzəmirə keçmək olur. Gördünüz. Kürsülüdür burada. Burada isə belə bir geniş qonaq otağı. Burada nə əşya görürsünüzsə, hər bir şey qalır. Yəni kondisioner kimi qalacaq. Bir dənə televizor ev sahibi götürüb çıxacaq. Yəni nə əşya görürsünüzsə, yəni burada qalacaq. Burada bir yataq otağı. Otaqlar da olduqca genişdir. Burada da bir otaq. Və burada da mətbəxin yerləşmə yeri. Baxa bilərsiniz. İnanın çox gözəl evdir, həqiqətən. Burada isə hamam sanuzir. Sentral qoşan yerləşmə yeri. Hamam sanuzirdən sentral qoşağı ayrı-ayrılıqda inşa olunub. Dəyərli izləyicilərim, bu evin qiyməti 130 min deyilir. Start qiyməti təbii ki, real alıcıya ev sahibi tərəfindən endirim olunacaq. Yəni dediyim kimi çox gözəl evdir. Həqiqətən yol məsafəsi yaxşıdır, yola yaxındır. Rahat marketə cəmi 100-150 metr məsafədə yerləşir. Yəni qiyməti də çox münasibdir. İnşallah ki, qeyd etdiyim kimi real